Başlayaq. Salam, hər vaxtınız xeyirli olsun dəyərli üzvlər. Mən Ava Qrup şəxsi inkişaf qruplarının rəhbəri İlhama Bayramova. Növbəti dəyişsiz təlimdə sizləri xoş gördüm. Ümid edirəm sizin üçün yararlı bir təlim olar. Çox vaxtınızı almaq istəmirəm, sözü vermək istəyirəm dəyərli təlimçimizə. Ümid edirəm faydalı olar. Dəvətimi qəbul edib gəldiyinə görə Xəyalə müəlliməyə dərin təşəkkürlərimi bildirirəm. Buyurun Xəyalə xanım, söz sizindir. Axşamınız xeyir olsun dəyərli üzvlərimiz, həmçinin İlham xanım təklifiniz üçün və belə bir şərait yaratdığınız üçün xüsusi təşəkkürümü bildirirəm. Öncə özümü təqdim edim. Mən Xəyalə Abdullayeva, bakalavr ixtisasım təhsildə psixologiya bitirmişəm. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində Gənclərin İş İxtisası üzrə magistr təhsilimi alıram. Bir ilə yaxındır ki, təlimçi kimi fəaliyyət göstərirəm artıq, amma az öncə də dediyim kimi daha çox məni tanıyanlar inkluziya mövzularından tanıyır, əgər burada da varsa tanıyanlarımız. Amma bugün də əsas sahəm psixologiyadır və düşündüm ki, artıq bu sahəyə də keçid etməliyəm. Mən bir müəllim deyiləm, mən bir psixoloqam. Yəni pedaqoji bilgim bir müəllim qədər deyil. Onun üçün çalışacağım ki, bugün sizlərə daha çox psixoloji yönümlü bir məlumatlar ötürüm. Çox sözü uzatmayım, istəyirəm keçək təlimimizə. Öncə bir də bunu da demiş olum. Həqiqətən vaxtınızı ayırıb qoşulduğunuz üçün də öncədən təşəkkürlər. Keçək mövzumuza. Mövzumuz təhsildə psixologiyanın rolu. Əslində çox geniş mövzudur həqiqətən də. Çünki təhsil, psixologiya, insan münasibətləri və insan münasibətlərindən danışırıqsa, burada təbii ki də mütləq psixologiyadan danışmalıyıq. Ümumiyyətlə, psixologiya nədir, nəyi öyrəndirsək? Psixologiya insan davranışını, duyğusunu, düşüncəsini öyrənir. Psixologiya müxtəlif sahələri vardır ki, burada uşaq psixologiyası, yaş psixologiyası, pedaqoji psixologiya, klinik psixologiya, say bitməz. Bizə daha yaxın olanlardan sadaladım hal-hazırda. Məsələn, uşaq psixologiyası öyrənir uşağın yaş dövrlərini, hansı mərhələlərdən keçir. Pedaqoji psixologiya öyrənir uşaqların məktəbdəki həyatını, klinik psixologiya öyrənir psixologiyanın tibbi sahəsini, patologiyasını və s. Psixologiya, təhsildə psixologiyanın rolu. Əsas məsələmiz budur. Təhsildə psixologiyanın rolu çox önəmlidir. Çünki biz burada dedik ki, insan münasibətlərindən şagird-şagird münasibəti, müəllim-şagird münasibəti, hətta deyərdim müəllim-şagird və valideyn üçlü münasibəti olmalıdır. Məsələn, psixologiyadan danışırıqsa və təhsildə psixologiyanın rolundan danışırıqsa, bir müəllimin burada şəxsi keyfiyyətləri, sadəcə öyrətmə bacarığı yox, psixoloji xüsusiyyətləri də önəmlidir. Bir müəllim hər şey şünas olmalı deyil, amma bir müəllim mütləq psixoloji biliklərə əsaslanmalıdır. Necə əsaslanmalıdır? Bu bizim el arasında işlətdiyimiz bir sözdür, hər şey şünas. Müəllim psixoloq olmaq məcburiyyətində deyil, olmamalıdır. Amma necə ki, bir mühasib, riyazi biliklərə əsaslanıb, öz işlərini riyazi biliklər əsasında aparırsa, müəllim də psixoloji biliklərə sahib olmalıdır ki, uşaqlara düzgün yanaşaraq onlardan verimli nəticə ala bilsin. Çünki, məsələn, ən önəmli bir xüsusiyyətdir deyə düşünürəm bu, uşaqlara fərdi yanaşma. Günümüzdə bir sinifdə 25-30 və s. uşaqlar olur və biz onların hamısına eyni şəkildə yanaşsaq, heç bir burada verim ala bilmərik deyə düşünürəm. Fərdi yanaşma olmalıdır. Hər bir uşağın xüsusi idrak proseslərini, emosional vəziyyətini, həmin vaxtki durumunu biz mütləq araşdırmalıyıq və bilməliyik. Bilməsək, bir də incə bir nöqtəyə toxunmaq istəyirəm. Ayrı seçkiliklə fərdi yanaşmanı mütləq ayırmaq lazımdır. Fərdi yanaşma ayrı seçkilik deyil. Ayrı seçkilik isə fərdi yanaşma deyil. Yəni biz ayrı seçkilik edərək mən o uşağa fərdi yanaşıram adını qoya bilmərik. Yəni etdiyimiz ayrı seçkiliyin fərdi yanaşma ilə örtbaslı edə bilmərik. Yəni sözümüzün əsas canı nədir burada? Biz ayrı seçkilik etməliyik. Biz uşaqlarımıza fərdi yanaşmalıyıq. Çünki hər kəsin öyrənmə bacarığı eyni deyil. Bizim disleksiya dediyimiz bir problemimiz var ki, öyrənmə çətinliyidir. Biz bunu necə başa düşürük? Uşaqların yazma, oxuma problemləri olur, yəni səhvləri pis olur, necələri qırıq-qırıq oxuyurlar, sözlərdə hərflərin yerini səhv
yazırlar. Yəni bu cüzi təbii ki göstəricilərdir. Yəni disleksiya dediyimiz bir diaqnozumuz var. Bu bir patologiyadır təbii ki. Deməyim odur ki, hər bir uşağın öyrənmə potensialı, idrak bacarıqları eyni deyil. O səbəbdən dolayı biz fərdi yanaşmanı sinifdə əsla və əsla unutmamalıyıq. Mütləq önəmli bir meyardır. Bundan əlavə olaraq biz hansı nöqtələrə toxunmalıyıq, ondan da bəhs etmək istəyirəm biraz. Fərdi yanaşmanı deyirik. Bir də var uşaqların yaş dövrləri. Yaş dövrlərində ümumiyyətlə mən burada bir-bir dövrləri sadalamayacağam. Çox vaxtınızı almaq istəmirəm. Hansı dövrdə yiyələnirlər uşaqlar. Mən bunu deməyəcəm hal-hazırda burada, amma müəyyən bəzi şeylər var ki, onlara düşürəm ki, müəllimlər bilməlidir ki, onu uşaqda davranış pozuntusu olaraq və yaxud da ki, yanlışlıq olaraq algılamasınlar. Məsələn, uşaqların diqqət müddəti var ki, bu 5 yaşında, 6 yaşında hərdəsə 20-30 dəqiqəyə çatır ki, 45 dəqiqə dərs müddəti uşaqların diqqət müddəti ilə eyni deyil, bərabərləşmir. Yəni, uşaq 45 dəqiqə diqqətini eyni yerə mərkəzləyə bilməz. Çünki onun hal-hazırki o yaş dövrü ona icazə vermir. Çünki onun diqqət mərkəzləmə müddəti daha azdır. Biz bunu nəzərə almalıyıq. Biz deyə bilmərik ki, filan uşağın diqqət əksikliyi var və yaxud da ki, filan uşaq dərsə qulaq asmır, filan uşaq dəcəldir. Yəni, bu kimi incə nüansları biz diqqətimizdə saxlamalıyıq. Çox danışmadan istəyirəm, suallar varmı? Suallarınızı verə bilərsiniz bu arada. Narahat olmayın ki, axırda verim və yaxud da ki, belə ortada verə bilərsiniz. Kimisə varsa sualı. Həmən xanım, çata yazılırmı suallar? Bəli, buradan izləyirəm. İstəsəniz səsli formada, istəsəniz yazılı formada suallarınızı ünvanlaya bilərsiniz. Aha, kimisə varsa sualı buyursun. Tamam, suallarımız yoxdursa davam edək o zaman. Bir də danışmalıyıq müəllimin keyfiyyətlərindən. Düşünürəm ki, uşaqlardan danışdım. Əsas məsələ, bir də sinifdə münasibətlər, uşaqların sosiallaşması, uşaqların bir-birinə münasibəti, müəllimin uşaqlarla münasibəti. Biz burada fərdi yanaşmadan və ayrı-seçkilikdən danışdıq. Düzgün qiymətləndirmə meyarları. Burada da dedik ki, biz mütləq uşağın psixoloji vəziyyəti, idrak prosesləri, öyrənmə potensialı nəzərə alınmalıdır ki, düzgün şəkildə qiymətləndirmə meyarları aparılsın. Çünki bir də müəllimin emosional bacarığı, məsələn, uşaqlarla həddindən artıq bağ qurmamalıdır. Tutalım ki, hər hansısa bir həssas bir qrupla işləyən müəllimdir. Tutalım ki, uşağın ailə vəziyyətində problemi var, natamam ailədən gəlir və yaxud da ki, başqa problemləri var. O uşağın həmin vaxt emosional boşluqdadır, onun emosiyaya ehtiyacı var, bir insanla bağ qurmağa ehtiyacı var və müəllim artıq sərhədlərini düzgün qoyur və o uşaqlarla həddindən artıq səmimi olur və bu uşaqlara artıq travmaya belə gətirib çıxara bilər ki, məsələn, o müəllimlə ayrıldıqdan sonra tutalım ki, bir il müəllim dərsindədir, getdi və artıq uşaq yenə də həmin boşluğu yaşayacaq. O səbəbdən dolayı müəllimlər emosional güclərini, emosional bacarıqlarını burada istifadə etmədilər ki, uşaqlarla düzgün şəkildə bağ qura bilsinlər. Nə çox soyuq, nə çox səmimi olmasınlar. Bununla əlavə, gələk ən önəmli bir hissədir ki, inklüziv təhsil. Bilirsiniz ki, təhsilin əsas bölmələrindən biridir. Cəmiyyətimizdə hal-hazırda günbəgün aktuallaşır. Bir neçə il əvvəl bu qədər aktual deyildi, amma hal-hazırda hər kəsin dilində inklüziv cəmiyyət, inklüziv təhsil, inklüziya və s. bu kimi danışılır. Nədir bu inklüziv təhsil? İnklüziv təhsil müxtəlif həssas qruplara aid uşaqların, nəinki həssas qruplara, həm də ki, normal uşaqların bərabər təhsildir. Yəni, bərabər hüquqlu təhsildir. Burada müəllimlərin və psixoloqların üstünə çox yük düşür. Həqiqətən çox yük düşür. Çünki bir qrupda həm normal uşaq var, həm həssas həm uşaq var. Bunların eyni qrupda olmasının bir-birləri üçün həm mənfi, həm müsbət tərəfləri var ki, o səbəbdən dolayı bu balansı düzgün idarə lazımdır. Məsələn, bir qrupda tutalım ki, əqli geri bir uşaq var, zəka geriliyi yaşayan bir uşaq var. Onun müxtəlif davranışları var. Normal uşaqlar deyəcək ki, o niyə belə eləyir, bu niyə belə eləyir,
onun davranışlarını öz üzərinə götürə bilər, o da təkrarlaya bilər. Burada artıq müəllimlərimiz və bilirsiniz ki, inklüziv təhsildən söhbət gedirsə, müəllimdən əlavə ikinci, üçüncü şəxslər olmalıdır sinifdə. Müəllim köməkçisi, psixoloq, defektoloq. Çünki inklüziv sinifdə tək müəllim olmamalıdır. O zaman yararlı bir təhsil irəli sürülə bilməz tək müəllim olsa. Uşaqlara düzgün şəkildə izah olunmalıdır ki, siz inklüziv sinifdə təhsil alırsınız. Bu uşağın bu kimi problemləri var. Təbii ki, damğalamamaqla, təbii ki, o həssas qrupa aid olan uşağı pis vəziyyətə salmamaq şərti ilə izah olunmalıdır. İnklüziv təhsil nədir, başa salınmalıdır. Siz fikirləşə bilərsiniz ki, o balaca uşaqdır, o bunu başa düşəcək. Təbii ki, burada da əsas bacarıqlarımız burada üzə çıxmalıdır ki, biz onun başa düşəcəyi şəkildə onu izah etməliyik. Müxtəlif oyunlarla ola bilər, nağıllarla ola bilər. Təbii ki, bu yaş qrupuna görə dəyişir. Yəni, biz indi 9-cu, 10-cu sinifdə nağıl danışan deyilik. Onlar onsuz da normal şəkildə başa düşürlər. Yəni, inklüziv təhsildə də psixologiyanın rolu deyərdim ki, hətta normal təhsildən. Əslində, bunu çox ayırmaq istəmirəm, normal və ya tipik və tipik deyə. Zaten biz bərabər hüquqlu təhsildən danışırıq. Hər zaman təhsildə psixologiyanın rolu çox önəmlidir və çox əhəmiyyətlidir. Belə, var mı suallarımız? Sual olanlar ünvanlaya bilər. Daha çox bizdə belə olur Xəyalə xanım. Mövzu izah olunur təlimçi tərəfdən, sonra isə... Buyurun. Var mı sual verim? Buyurun. Salamlayıram, axşamınız xeyirli olsun. Axşamınız xeyirli. Gözəl və maraqlı təlim gedir. Təşəkkür edirəm Xəyalə xanım, xüsusi ilə yəni belə bir mövzu ilə təlimə qoşulmağınız. Mən bu inklüziv təhsillə bağlı çox forumlarda, seminarda olmuşam. Hətta belə deyək də o auditoriyası geniş olan mütəxəssislər olmuşam, görmüşəm ki, onlar inklüziv təhsillə bağlı xüsusi fikirlər ifadə ediblər. Yəni, bəzi mütəxəssislər var ki, təhsil sahəsində. Onlar inklüziv təhsil deyəndə təhsilin daha müasir bir forması və yaxud da təhsildə gətirilən yeniliklər, məsələn, günlərin təhsilimizdə kurikulum sistemi tətbiq olunur və yaxud da başqa ölkələrin layihələri belə deyək də, çox layihə kimi təqdim olunur. Bəziləri bu formanı təqdim edir, inklüziv təhsilimizi. Bəziləri isə, hansı ki, sizin də qeyd edədiyiniz kimi, əlilliyi olan, fiziki məhdudiyyəti olan, yəni, mən açığı özüm ikinci qrup əlilliyim, ikinci qrup Qarabağ qalsı kimi əlilliyim var. Amma heç vaxt əlilliyi üsul kimi qiymətləndirməmişəm. Hər zaman bu fikrin, bu sözün, bu kəlmənin əleyhinə olmuşam. İnsanın əqidəsində, şuurunda, düşüncəsində, yaşamında qüsur ola bilər. Baxış budağında qüsur ola bilər. Yəni, bir insanın əlilliyi, bir insanın fiziki məhdudiyyəti onun qüsurlu olması demək deyil, yəni. Qətiyyən, hər zaman bunun əleyhinə olmuşam. Yəni, illərdən də bəri əlilliyi olan şəxslərlə mütəmadilə görüşlərimiz olubdur, seminarlarımız, forumlarımız olubdur. Hətta Ramada yerləşən fiziki məhdudiyyətli orada gənclərin reabilitasiya mərkəzi var. Zaman-zaman özüm də oranı ziyarət edirəm, oranın rəhbəri ilə görüşürəm. Çox var ki, orada hansı ki, mən də əhatəmdə olan fiziki məhdudiyyətli insanlara yönləndirmişəm, biliblər, təhsil alıblar, müəyyən, belə deyək, bilik və bacarıqları, peşələri öyrənə bilər. Onlar bir həyat sahibi, bir ailə sahibi deyil, illərdən bəri bu istiqamda fəaliyyətimiz davam edir. Amma yenə deyirəm, sualın əsas məqsədi sizdən eşitmək istədiyim, sizin fikirləriniz əsas bilmək istədiyim, hansı ki, dediyim kimi, konkret olaraq inklüziv təhsil deyəndə nə anlamalıyıq? İnsana nə anlamalıdır? Onu sanki həm bizim üçün, həm də izləyicilər üçün çatdırasın, konkret olaraq. Buyurun. Öncəliklə sualınız və fikirləriniz üçün təşəkkür edirəm. Belə bir şey deyim, inklüziv təhsil sualınıza gələcəm. Öncə bunu deyim ki, ümumiyyətlə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası tamam başqa bir mövzudur. O daha özü bir geniş bir mövzudur, təlim mövzusudur. Bəli, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası olması üçün müxtəlif sahələr var ki, buna elə sizin adınız çəkdiyiniz reabilitasiya mərkəzi, xüsusi təhsil məktəbləri, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, bir çox sahələr var. Çünki əlilliyi olan şəxslər, əlil olsalar belə, bacarıqsız və yaxud da ki, heç nə bilməyən bir şəxslər deyil. Özlərinə görə xüsusi bacarıqları var. Mən özüm birinci qrup əlilliyi olan bir şəxsəm. Hal-hazırda ikinci təhsilimi alıram. Xüsusi orta məktəb bitirmişəm.
Yəni bunlar mümkünsüz deyil. Hər şey mümkündür həyatımızda. Sadəcə çox çalışıb inanmaq və istəmək var. Bu mənim sloqanımdır. Hər zaman hər yerdə deyirəm. Gələk sualınıza, inklüziv təhsil deyəndə biz nə başa düşməliyik? İnklüziv təhsil deyəndə biz bərabər hüquqlu təhsil deməliyik, başa düşməliyik və bunun tərifi, açıqlaması, izahı bu şəkildədir. İnklüziv təhsil özü yenilikdir. Bəli, məktəblərdə pilot layihəsi kimi həyata keçirilirdi daha öncələri. Bu özü bir yenilikdir. Amma sırf inklüziv təhsil deyəndə biz nə nəzərdə tuturuqsa, bərabər hüquqlu təhsil deyirik. İnklüziv təhsilin də özünün növləri var. Xüsusi təhsil, evdə təhsil və s. Mən özüm xüsusi təhsil hissəsində olmuşam. Xüsusi təhsil bitirmişəm. 5 saylı məktəb var. Sırf gözlənililər üçün Gənclikdə yerləşən. Mən oranı bitirmişəm. Xüsusi təhsil desək belə, bu da inklüziv təhsilin bir sahəsidir. İnklüziv təhsil deyiriksə, hər kəsin bərabər hüquqlu təhsilindən danışırıq. Sinifdə olur, uşaq sayına görə bir faiz nisbəti var. 3də 1 bilirəmsə, say nisbətinə görə inklüziv təhsil sinifə daxil olunur. İnklüziv şəxslər sinifə daxil edilir say nisbətinə görə və onlar bərabər şəkildə həm normal uşaqlar, həm əlilliyi olan uşaqlar bərabər şəkildə təhsil alır. İnklüziv təhsil deyəndə bunu nəzərdə tuturuq. Təbii ki, dediyim kimi, burada yardımcı şəxslər olur, psixoloqlar, defektoloqlar, lokopedlər. İndi həmin uşağın əlilliyinə görə nəyə ehtiyac varsa, həmin şəxslər olur. Burada da məktəbin strukturu nəzərə alınmalıdır. Yəni, dediyim kimi, bu özü çox ətraflı və geniş bir mövzudur. İnşallah İlham xanımla danışmışıq. Bir gündə inklüziv təlim mövzusunda təlimimiz olacaq gələcək zamanlarda. Bu barədə orada daha ətraflı inşallah danışarıq. Belə də ki, mənlə kiminsə şəxsi sualı, istəyi, tələbi, iradı olsa, mənə şəxsdən də əlaqə saxlaya bilərsiniz. Instagram və WhatsApp üzərindən. Yəqin ki, İlham xanım onları da qrupda paylaşacaq. Başqa sual var mı? Sual verə bilərəm? Bəli, buyurun. İnklüziv təhsilin çətinlikləri hansılardır? Çətinlikləri hansılardır inklüziv təhsilin? Təhsilin çətinlikləri həqiqətən çoxdur. Məsələn, deyərdim ən başlıca valideynlər üçün çətinlikləri nədir? Düşünürəm ki, sual verən də valideyn idi. Hansı tür çətinliklər var? Məsələn, maariflənməmiz çox zəifdir bizim inklüziv təhsil mövzusunda. Valideyn gəlir ki, sağlam uşağın valideyni gəlir ki, mən istəmirəm mənim uşağımla o uşaq eyni sinifdə dərs olsun. Bu şəkildə problemlərlə çox rastlaşırıq. Bu, həqiqətən də mən bu mövzuda valideynləri əsla və əsla günahlandırmıram, qınamıram. Məqsədim o deyil. Dediyim kimi, öncədə də bildirdim ki, maariflənməmiz çox zəifdir ki, həmin uşaqların da təhsil alma ehtiyacı var, həmin uşaqların da cəmiyyətə inteqrasiya olma ehtiyacı var, həmin uşaqların da sosiallaşma ehtiyacı var. Bunları biz valideynlərimizə izah etməliyik ki, bəli, bu şəkildədir və onlar bərabər hüquqludular və bərabər hüquqlu təhsilə cəlb olunmalıdırlar. Bunun bərabər çətinlikləri həmin uşaqların, yəni əlilliyi olan şəxslərin uşaqların, daha doğrusu valideynləri üçün çətindir ki, birinci onlar özləri qəbul etməlidirlər ki, mənim uşağım inklüziv uşaqdır və ondan sonra bu kimi mübarizələr aparmağa gücə, daha doğrusu malik olmalıdırlar. Çünki həqiqətən də çətindir. Bundan əlavə ikinci olaraq çətinliklərimiz nədir? Bayaq da bildirdim. Məsələn, inklüziv uşağımızın hər hansı bir özünə görə stereotip davranışları var. Normal uşağımız da başlayır irəliləməyə əvəzinə geriləməyə və həmin uşaqların davranışlarını təqlid etməyə. Bilirsiniz ki, uşaqların müəyyən yaş dövrlərində təqlid bacarıqları olur və daha üstün olur. Onlar başlayırlar artıq həmin uşaqları təqlid etməyə. Təbii ki, bunu artıq biz uşaqlarımıza öyrətməliyik ki, sən onu təqlid etməməlisən, əksinə sən ona kömək eləməlisən, ehtiyac olanda sizin aranızda bir fərq yoxdur. Yəni, məsələn, mən özüm başıma gəlmiş bir şeylərdən danışmaq istəyirəm ki, yolda mən irəliləyirəm, əlimdə bastonumla, tək gedirəm. Uşaq soruşur anasından ki, ana, bəs o kimdir, ona nə olub, o niyə belədir? Anası tez çəkir kənara ki, gəl bu yana, boş ver, heç nədir, falandır, filandır. Yəni, amma biz bu şəkildə etməməliyik. Biz uşaqlarımıza məlumat verməliyik ki, bax, o belədir, onun bu kimi problemi var, o ona görə əlində bu bastondan irəliləyir və s. Bu şəkildə bəzən əgər mənə yaxın məsafədədirsə ya da ki, mənim söz deyə biləcəyim bir uşaqdırsa, mən özüm çəkirəm uşağı başa salıram ki, bax, bu deyil, budur, bu şəkildə olmalıdır və s. Deməyim odur ki,
maariflənmə problemi çox yaşayırıq. Ən böyük çətinlik də elə bu tabu deyərdim, tabuları aşa bilməməyimiz, insanlar nə deyər, müəyyən qorxularımız da deyərdim, çətinliklərimiz. Təşəkkür edirik Var mı ətraflı başqa cavaba sual? görə. Maariflənmə dediniz, aşağıda bir sual qeyd olunmuşdu. Sevinç müəllimə qeyd edib ki, deməli bu sahədə xüsusi təhsilə ehtiyacı olan şagirdləri həmin o təhsil müəssisələrinə yönləndirmək üçün nə etməliyik? Çünki həmin övladlar, yəni həmin şagirdlərin valideynləri bəzən buna razı olmur. Maariflənmə dediniz, o sual yadıma düşdü. Necə Evet. etməliyik ki, həmin valideyn övladını xüsusi təhsil müəssisəsinə qoymağa razı sala bilək, belə deyim. Dediyimiz kimi, yenə təməldə hər zaman kimi maariflənmə dayanır. Ümumiyyətlə, burada biz ayırsaq hissələrə ki, birinci, xüsusi uşağı evladı olan valideynin nəinki məktəb dövründən, elə həmin uşağa sahib olduğu dövrdən o, deyərdim ki, xüsusi bir dəstək almalıdır. Bunun üçün təəssüf ki, hal-hazırda layihələr yoxdur valideynlər üçün. Müxtəlif layihələr həyata keçirilməlidir. Sırf valideynlərin yararlanacağı şeylər, istər özəl, istər dövlət qurumlarında. Hələ ki yoxdur, amma nəzərdə tutulur. Olan yerlər, mən özüm bilirəm ki, bu sahədə bir işlər görülür, tanıdığım bir mərkəzdə. Həmin valideynlər, dediyim kimi, birinci qəbul etməlidir ki, mənim inklüziv uşağım var və mən həyatı boyu bu çətinliklərlə üzləşəcəm. O gücü özündə toplamalıdır, təbii ki, tək başına yox, dəstəklə dediyim kimi. Və qaldı ki, normal uşaqların valideynlərinə, onlar da məktəbdə, məktəb psixoloqu tərəfindən bilirik ki, hər məktəbin öz psixoloqu var. Əsas vəzifə nədir? Hər kəsin öz işini düzgün şəkildə yerinə yetirməsi. Daha öncələri məktəb psixoloqları deyə bir şey yox idi. Hər hansısa bir müəllimlər məktəb psixoloqu ştatında otururdu, heç bir iş görülmürdü. Amma günümüzdə həqiqətən də bu sahədə irəliləmələr var. Psixoloqlar işləyir, müəllimlər işləyir. Yəni hər kəs öz işini görür. Görülsə əgər, valideynlər də maariflənəcək və hara müraciət etməlidirlər, necə müraciət etməlidirlər ki, onlar artıq öyrənəcəklər. İnklüziv məktəblər var Bakıda, xüsusi məktəblər də var. İndi hansılardır, mən tam dəqiq deyə bilmərəm bu mövzuda, amma var. Bunu araşdırıb öyrənmək olar. Çox sağ olun, Xəyla xanım. Çox sağ olun, İrəm müəllimə. Xoşdur daim Sevinç xanım. Biz təşəkkür edirik. Baxın, burada bizim təlimçilərimizdən kim var? Aynura müəlliməni görürəm. Bizim dəyərli təlimçimiz. Gələn həftədə inşallah onunla birlikdəyik Sumqayıtda. Əgər müsaitsəniz, sizin də inklüziv təhsil haqqında fikirlərinizi almaq istəyərik Aynura müəllimə. Təbii ki, vaxtınız varsa, öncədən bildirməmişdim. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Təşəkkür edirəm. Təlimçimizə də uğurlar diləyirəm. Ümumiyyətlə, inklüziv təhsil layihəsini həyata keçirən, yəni dövlət proqramını həyata keçirən bir təlimçi olaraq, ümumiyyətlə, inklüziv təhsil anlayışı çox geniş anlayışdır. Bizdə təcrübəmiz hədsiz dərəcədə çox deyil, digər ölkələrdən fərqli olaraq. Əslində, inklüziv təhsil keyfiyyətli təhsil deməkdir. İndaxil olma anlayışı məsələsini bizi, yəni istənilən belə deyək də şəxsin o prosesə daxil edilməsi deməkdir. Bayaq təlimçimiz qeyd elədi, hər kəsin təhsil almaq haqqı var təbii ki və dövlət də inklüziv təhsil layihəsini həyata keçirtməklə təbii ki, hər bir kəsin o təhsildən yararlanmasını təmin edir. Amma burada bir şərt var ki, bizim inklüziv təhsil layihəmiz, dövlət proqramımız yüngül dərəcəli əlilliyi olan uşaqların o prosesə cəlb olunmasını şərt olaraq qoyub. Ağır dərəcəlilər isə xüsusi tipli məktəblərə təbii ki, cəlb olunurlar. Ona görə də ağır dərəcəlilər təbii ki, inklüziv təhsilə cəlb oluna bilmirlər. Yəni, bu əsas şərtlərdən biridir. Çünki düşünün ki, onlar digər uşaqlar üçün müəyyən belə deyək, problemlər yarada bilirlər. Yəni, ona görə də burada şərtlərdən təbii ki, biri budur. Düşünürəm ki, çox gözəl bir layihədir. Ən əsas bizim qarşımızda duran hədəfimiz məhz ondan ibarət oldu ki, cəmiyyətin həmin insanlara qarşı münasibətini dəyişdirmək. Müəyyən qədər də olsa biz buna nail ola bildik. Çünki ilk başlanğıcda böyük etirazlarla qarşılaşsaq da, sonraki etaplarda valideynlərdən, müəllimlərdən bizə təşəkkürlər gəlirdi ki,
biz həmin əlilliyi olan uşaqlar vasitəsilə, yəni o uşaqların digər belə deyək də məktəblərə cəlb olunması məsələsi, yəni çünki icma tipli məktəblərə cəlb olunurlar o uşaqlar və biz öz övladlarımız vasitəsilə belə maarifləndiririk. Bəzi hallarda çox dönə-dönə üzr istəyirəm ifadəmə görə deyəndə ki, o uşaqlar xəstədirlər və s. və alaxır. Əslində bu da böyük bir yanlışlardan biridir. Çünki o cür yanaşma da doğru düzgün deyil. Çünki damğalamış oluruq onlara, mənfi münasibət göstərmiş oluruq. Bəzi hallarda bir çox valideynlər və hətta müəllimlər müraciət edirdilər ki, biz övladlarımız etiraz edir ki, onlar heç də xəstə deyirlər, onlar bizdən biridirlər. Əslində bizim məqsədimiz, hədəfimiz də məhz bu idi ki, cəmiyyətin o insanlara qarşı münasibətlərini dəyişdirək və onlar da rahat bir şəkildə digər uşaqlar kimi təhsil almaq haqlarını bərpa edə bilsinlər. Düşünürəm, çox gözəl bir haldır və inşallah ki, daha da genişlənər, belə deyək, və get-gedə cəmiyyətin də həmin insanlara qarşı münasibəti dəyişər. Onlar da rahat bir şəkildə cəmiyyətdə dəyərli bir üzvə çevrilib, cəmiyyətin bir şəxsiyyəti kimi həyat tərzlərini tənzimləyərlər. Uğurlar diləyirəm hər birinizə. Təşəkkür edirəm Aynura müəllimə. Əgər vaxtınızı və enerjinizi almasam, bir sual da vermək istəyirəm sizə. Deməli, aşağıda qeyd etmisiniz ki, inklüziv uşaq anlayışı yoxdur. Bu haqda bir kiçik məlumat versəniz, sonra isə sözü vermək istəyirəm. Deməli, Ülvi bəyə əl qaldırıb. Təşəkkür edirəm. Buyurun. Əslində, belə deyək də, inklüziv təhsil layihəsində biz hər zaman təlimlərə başlayan zamanda, mən bunu çox vaxtı təlimlərimdə də o ifadələri mütləq, o bizim tələbimiz deyil. Bu, belə deyək də, beynəlxalq təşkilatların, xüsusən də əlilliklə bağlı konvensiyanın bizdən tələbidir ki, hansı ifadələrdən istifadə etmək olar və hansı ifadələrdən istifadə etmək olmaz. Əslində, biz o layihəni dövlət, yəni ümumi təhsil və ali təhsil məsələlərində tətbiq elədiyimiz zaman ən çox təəssüfləndiyim hallardan biri olurdu ki, o ifadələri çox təəssüf olsun ki, hətta professorlarımızdan belə o ifadələri tez-tez istifadə edirdilər. Baxmayaraq ki, biz şərt qoyurduq ki, bu ifadələri istifadə etməyək. Çünki onları bayaq dediyim kimi damğalamış oluruq. Məsələn, belə deyək də, çox dönə-dönə üzr istəyirəm, şikəst, məsəl üçün də kör və s. və alaxır. Yəni, bu kimi ifadələri, yəni dönə-dönə üzr istəyirəm, mənim ifadələrim deyil, təbii ki, müəyyən şəxslər tərəfindən istifadə olunan ifadələrdir. Əslində, əlillik sözündə yəni o qədər də məqbul hesab eləmirlər, amma hər halda hal-hazırki konvensiyaya əsasən ən yumşaq, yəni onu da əslində axtarırlar ki, daha yumşaq bir versiya ilə ifadə edə bilsinlər, amma hələ ki onu ifadə edəcək bir, belə deyək də, termin tapılmadığı üçün hələ ki bu formada da qalıb. İnklüziv təhsil, inklüziv sinif deyə anlayışlar var, amma inklüziv uşaq deyə bir anlayış yoxdur. Sağlamlıq imkanları məhdud olan və yaxud da ki, sağlam olan, əslində bəzi hallarda deyirlər ki, bu ifadəni də işlətmək düzgün deyil, çünki o insanlara mənfi təsir göstərmiş olur. Əgər biz onları cəmiyyətə adaptasiya etmək istəyiriksə, qazanmaq istəyiriksə, əslində bu ifadəni də işlətmək düzgün deyil. Amma inklüziv uşaq deyə bir anlayış yoxdur. Yəni, sağlam uşaqlar və yaxud da ki, belə deyək də, sağlamlıq imkanları məhdud olan uşaqlar var. Amma inklüziv təhsil artıq bu, belə deyək də, digər uşaqların da icma əsaslı məktəblərə cəlb edilməsi və tam bərabər şəkildə hər kəs üçün təhsilin əlçatan olmasını təmin etmək deməkdir. Və eləcə də həmin uşaqların cəlb olunduğu siniflər də inklüziv siniflər adlanırlar. Amma inklüziv uşaq deyə bir anlayış, təbii ki, bir termin dilimizdə yoxdur. Yəni, bu tamamilə yanlış bir ifadədir. Təşəkkür edirəm Aynura xanım. Sizin sözləriniz, verdiyiniz informasiyalar həqiqətən çox dəyərlidir. İnsan belə heyrətlə deyir ki, qoy biraz da dinləyim ki, tam məlumatları əldə edə bilim. Təşəkkür edirəm. Biz Aynura müəllimə ilə yazda təlim keçmişdik. Ondan bəri də yazmırdım sizə, narahat etmirdim. İnşallah biraz işlərimiz yoluna qoyan kimi payızın axırı, qışın əvvəli bir təlim keçmək istəyirəm. İnşallah bu haqda danışarıq. Bir məqamda diqqətinizə çatdırdıqdan sonra Ülvi bəyə söz verim. Keçən səfər demişdim ki, növbəti təlimlər haqqında hansı mövzunu istəsəniz mənə qeyd edin. Deməli, bir müəllim uzun bir mövzu siyahısı mənə göndərmişdi, amma təəssüf ki, mən onu götürmədən silmişəm. Sonra axtardım, tapa bilmədim. Kim idisə mənə təkrar göndərsə, çox sevinirəm. Sizin üçün yararlı olan mövzuları təlim, həmin mövzular haqqında təlimlər keçirək. Deməli, Aynura müəlliməyə təkrar təşəkkür edirək. Sözü Ülvi bəyə verirəm. Buyurun. Başlayın.
Təşəkkür edirəm, mən də söz verirsiniz bir daha. Yəni, yaxşı fikirlərimin davamı olaraq ən əsasda, yəni ətrafımızda olan gəmi günlərim inklüziv təhsil, həmçinin də fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya istiqamətində düzdür, müəyyən işlər aparılır. Yəni, bir anlıq müqayisə etsək ki, 15 il, 10 il bundan əvvəlki zamanla, indiki zaman müqayisə edəndə biz görürük ki, çox dəyişiklik var, çox inkişaf var. Yəni, bunu mən necə bir, belə deyim, insanla ifadə edə bilirəm. Hər birimizin ətrafımızda belə insanlar var ki, görmüşük ki, evində, ailəsində əlil fiziki məhdudiyyətli bir insan var. Amma qonaq gələndə və yaxud da ki, hər hansı bir yerə qonaq gedəndə maksimum dərəcədə çalışırlar ki, onu insanlardan gizlətsinlər, onu insanlar içində qoymasınlar, evə qonaq gedəndə onu başqa bir otoda gizlədirlər sanki. Mən şəxsən öz ətrafımda olan bir insandan misal çəkmək istəyirəm ki, yəni yaxın bir dostumuz var idi, onun evladı var idi, fiziki məhdudiyyətli idi. O da hər zaman dediyim kimi müəyyən yerlərə gedəndə və yaxud da ki, evinə qonaq gələndə hər zaman onu gizlətməyə çalışırdı. İstəyirdi ki, onu görməsinlər. Amma mən ondan uzun müddət söhbət aparandan sonra ki, yəni bu doğru bir addım deyil, doğru bir hərəkət deyil. O insanın da gələcəyi var, o uşağın gələcəyi var, gələcəkdə da bir fərd kimi, bir vətəndaş kimi bu cəmiyyətin bir üzvüdür. Sən onu bu formada reaksiya verməklə, bu formada ona belə deyək də qapatmaqla daha da onun həyatını belə deyim də uçuruma da aparırsa. O cəmiyyətə inteqrasiya olunmalıdır, o insan cəmiyyətə uyğunlaşmalıdır. Cəmiyyətdə müəyyən insanlarla zaman və uzun müddətli bir belə sonra şükürlər olsa çünki birində fiziki məhdudiyyətli bir gəncdir, bu illərin universitetdə qəbul oldu. Yəni, həqiqətən də mən çox sevindim ki, öz evladım qədər sevindim o uşağın cəmiyyəti İlvi bəy, internetiniz yəni hamıda zəif gəlir, yoxsa sadəcə məndə elə eşidilir? Yox, qırıq-qırıq gəlir səsi. İlvi bəy, əgər mümkün olarsa internet üçün yerinizi dəyişsəniz sevinərəm ki, sözlərinizi eşidə bilək tam formada. Çünki tam eşidilmir, qırıq-qırıq gəlir səs. Yaxşı. Aha, bəli, yerinizi dəyişdikdən sonra təkrar sözünüzə davam edə bilərsiniz. Təşəkkür edirəm aktivliyiniz üçün də ayrıca minnətdaram sizə. Tamam, mən də olar bilmə deyim. İlvi bəy fikrini bitirsin, sonra sizə söz verim, Raniyə xanım. Təşəkkür edirəm sizə də. Bəli, İlvi bəy fikrini bitirsin, sonra sizinlə davam edək. Xədicə xanım da söz istədi. Əllərinizi görə bilirəm. İndi necədir? Səsim necə gəlir indi? Qismən indi yaxşıdır. Davam edək. Mən yenə əgər olmazsa sizə bildirəcəm. Bəli, bəli, buyurun. Yəni, belə deyim, bu tək ümumi olaraq, yəni mənim şəxsi düşüncəm deyil. Çünki ətrafında zaman-zaman müəyyən insanlarla görüşərkən, müəyyən ortamlarda, tədbirlərdə zaman-zaman belə insanlar görmüşük. Yenə deyirəm, bayramlarda, hansı bir seminarda, konferansda və xüsusən də mən son zamanlarda daha çox psixoloqlarla əlaqədəyəm. Yəni, forum və seminarlar olsun, görüşlər olsun, müəyyən bir dərbi masa arxasında hansısa bir konferans olsun bu formada. Yəni, bu mövzu mən hər zaman qabaqmışam ki, qoy psixoloqların da ümumi diqqətinə nəzərə alınında olsun ki, onların işi, onların fəaliyyəti məhz, belə deyim, mən fiziki durumu normal olan insanlardan kifayətlənməsin. Yəni, şəxsən də özümü, belə deyim, həmişə önə vermişəm. Çünki müharibədən sonra hansı ki, aldığım travmadan dolayı, aldığım xəsarətdən dolayı uzun müddət, belə deyim, ev şəraitində, xəstəxana şəraitində, hospital şəraitində yataq vəziyyətində olmuşam. Hansı zamanında mən, belə deyim, fiziki göstəricilərim çox yüksək olubdur, idmanla məşğul olan bir insan olmuşam. Birdən-birə aldığım travmadan, aldığım xəsarətdən dolayı uzun müddət qapanmışam və bu da mənə psixoloji çox sarsıntı keçiribdir. Amma ətrafımda olan insanların hansı dediyim kimi, o mənə dəstəyi ilə, mənə köməyi ilə, hansı ki, mənə motivasiya eləməyi ilə həyata, belə deyim, müsbət enerji üstündə köşkləməyi ilə şükürlər ki, bu günləri mən ayaqdayam və demək böyük bir insanlar, kütlə var əhatımda ki, həqiqətən hər zaman onlar mənə müsbət enerji verirlər.
Və dediyim kimi çalışıram ki, bugünkü gündə də həmin o fiziki məhdudiyyətli insanlarla zaman-zaman görüşüm, onları həyata motivasiya eləyim və bayaq ifadə etdiyim kimi hansı ki o müəyyən insanlar var ki, sanki rəsmiyyətdə belə qeyd olunur, belə deyilir, arqumenti gətirirlər ki, hə onlara belə deyim müxtəlif adlar deyirlər, hansı ki bayaq da xanım qeyd elədi. Mən istəmirəm, yəni o sözləri təkrar edib, amma mənim nəzərimdə insanın qüsuru, insanın belə deyim də o problemi əqidəsində, düşüncəsində, şuurunda, yaşamında, əxlaqında, ədəbində ola bilər. Yəni qətiyyən bir insanın bir məhdudiyyətliyi varsa, əlilliyi varsa, bu fiziki qüsur qətiyyən deyil. Bir daha təşəkkürüm bildirirəm. Təkrardan söz verdiyiniz üçün çox sağ olun. Buyurun Ülvi bəy, biz təşəkkür edirik. Allah sizə uzun ömür versin ki, həmişə belə ətrafınızda xoş insanlar birləşdirəsiniz. İnsanın özündə hansı enerji varsa, ətrafına da onu ötürür. Dediniz, mən həmişə istəyirəm ki, müsbət enerji pozitiv olsun. Demək, sizin özünüzdə də o enerji var. İnsan özündə nə varsa, onu da qarşıya ötürür. Bəli. Cümlə xatırıma gəldi, üzr istəyirəm, onu da deyim, kifayətlənək. Bəzi insanlar var ki, onların şablon belə bir cümləsi var. Mən heç sevmirəm, yəni bu cümləni eşidəndə çox qəribə hisslər keçirirəm. İnsanlar ifadə edirlər ki, insanları tanıdıqca heyvanlara olan hörmətim, sevgim artır. Mən də hər zaman bu cümlənin əleyhinə olaraq belə bir fikir ifadə edirəm. Yaşamım bunu deyir, yəni gördüklərim bunu fikir məndə formalaşdırır ki, insanları tanıdıqca həyatda yaxşı insanların, gözəl insanların daha çox olduğunu görürəm. Bəzən də buna cavab olaraq deyirlər ki, yağın siz özü yaxşı insansınız ki, yağın hər zaman qarşınıza Allah yaxşı insanlar çıxardır. Deyirəm, bilmirəm, onu insanlar deyə bilər, Allah bilir doğrusun. Amma misal üçün bu günləri mən belə bir gözəl bir formatda olan webinarda iştirak edirəmsə, burada həm siz olsun, həm təlimçi olsun, həm digər insanların gözəl, dəyərli fikirlərini eşidirəmsə və ya da mənim fikirlərimi burada ədəbli bir dinləyirsə, onlar hər biri mənim üçün yaxşı insanlar, gözəl insanlar, həqiqətən də. Artıq mən bu günləri sizlərə qazandım. Tam səmimiyyətlə deyirəm. Tam səmimiyyətlə deyirəm. Yəni mənim üçün yaxşı insan, belə insan olmasa o deməkdir ki, ikinci gətirsə mənim cibimə pul qoysun, nə bilim mənə hansı bir maddiyyatdan kömək eləsin. Xeyr, bir insanın mənə təbəssüm eləməsi belə mənim üçün o insan yaxşı insandır, gözəl insandır. Mən həmişə belə qiymətləndirmişəm. Bir daha təşəkkürümü bildirirəm sizə. Minnətdarıq Ülvi bəy, təşəkkür edirik. Təşəkkür edirik. Buyurun, növbəti söz istəyən kim idi? Bayaq səs açmışdı xanım, sual vermək istəyirdi. Buyurun Tuani xanım. Buyurun. Mollazadə Tünzalə, psixoloqam. Tünzalə xanım. İşləmişəm, bəli, mütəxəssis psixoloq olaraq və bayaq xanım çox gözəl vurğuladı. Bəli, bəzi terminlər artıq yığışdırılıb. Uşaqlara isə müraciətdə xüsusi qayğı ehtiyaclı uşaqlar terminindən də istifadə olunur. Yalnız məhdudiyyəti olan şəxslər deyil. Və belə deyək, inklüziv təhsil deyəndə, inkluziya deyəndə ümumiyyətlə Azərbaycanda inklüzivliyin sirri 4 konqresində Samra Sentri olaraq da biz ev sahibliyindən birini edirdik və burada əsas məqs dövlət tərəfindən də islahatlar belə gedir ki, yəni inklüziv dedikdə təkcə akademik bacarıqlar nəzərdə tutulmur, inklüziv yanaşmada, perspektivlərdə əsasən olaraq götürülür həm insanın hüquqlarından cəmiyyətin inkişafına doğru getmək, yəni burada birinci növbədə uşağın təhsilə yönələndə birinci növbədə onun sosial adaptasiyasındakı hüququndan söhbət gedir. Digər sosial təsirlərindən söhbət gedir və burada bir də gedir ki, biz birlikdə hər zaman həm də nəyə çalışırıq, maneələri aşaraq, sağlam termindən istifadə etmədən güclü termindən istifadə etmək. Yəni, bərabər imkanlar və güclü gələcək. Çünki sağlamlıq sözünün özü belə bir stigmadır ki, artıq insanlarsa fərq qoyaq ki, xəstə və yaxud da ki, sağlam, tipik və yaxud da atipik. Ona görə də bu terminləri götürərək güclü gələcəyi düşünürük. Və islahatlar gedir, hətta assosiasiyaların yaradılmasına kimi, yəni bu islahatların içərisində olan bir şəxslərdən biri də mənəm. Və belə deyək ki, burada əsas məqs nədir? Yalnız müəllimin üstünə yüklənmək yox, ki, müəllim bacarmalıdır bu uşaqlarla, yox. Digər fakültələr var ki, Azərbaycanda artıq bu fakültələrin məzunları var ki, islahatlar onu istəyir ki, o şəxslər ora cəlb olunsun ki, yəni müəllimlə bərabər kölgə müəllim deyil də, sırf inkluziya təhsilində çalışa biləcək pedaqoqlar. Hansı ki, onlar artıq xəstəliklərdən məlumatlıdırlar və çünki burada əsas məqs nədir?
həmin o uşaqlar zaten məktəbə gələndə, tədris ocağına gələndə onlar akademik bacarıqların müəyyənlərinə yiyələnmiş olur və müəyyən problemləri aşırlar. Sadəcə burada problem davranışda çətinlik yaradır. O da nə üçün davranış pozuntusu kimi görsənər? Lakin alt təməldə yatan sensor tənzimləmə problemidir. Burada yalnız uşağın məktəbə adaptasiyası olmaq üçün parta arxasında oturmadan öncə də uşağın sensor tənzimləməsinə fikir verilməlidir. Uşaq o partada otura bilirmi? Çünki fərqli-fərqli xüsusiyyətlərdə sensor tənzimləmə problemi olan uşaqlar var ki, bu da bizə davranış pozuntusu kimi görsənir. Amma təməldə olaraq bəlkə bu uşağın səs arayışı var. Bəlkə bu uşağın sərt örtüklü bir belə deyək də əşyada oturma problemi var. Bəlkə bu uşağın çoxluqda, məsələn, sinifdə onun diqqətini yayındıracaq həm qoxusal problemi var. Bəlkə hansısa bir bizim çox zəif gələ bilən və yaxud da ki, bizim özümüzü tənzimləyə biləcəyimiz, amma onun özünü tənzimləyə bilməyəcəyi bir qoxu var ona təsir edən. Spesifik qoxular var ki, onlara təsir edir və yaxud da ki, otaqdakı bəzi əşyalar görsəl və rəngi olaraq onlara təsir edir. Ona görə bir çox xüsusiyyətlər burada nəzərə alınacaq. İnklüziv dərsdə yalnız akademik bacarıqlar deyil və ondan əlavə də orada əsas prinsiplərdən biri də odur ki, valideynlərin və ictimaiyyətin bura inklüziv prosesinə aktiv olaraq cəlb olunması. Çünki burada həm inklüziv belə deyək də təhsildə təhsil alan xüsusi qayğı ehtiyacı uşağın, həmin o məhdud təhsil şəxsində valideyni məlumatlı olmalıdır ki, orada hansı prosesdə harda aktiv iştirak edəcək və eyni zamanda da biz ictimaiyyət olaraq orada özümüzü bilməliyik. Yəni o sinifdə olan uşaqdan əlavə, müəllimdən əlavə həmin məktəbin özü inklüziv təhsilə hazır olacaq. Nə üçün? Çünki burada bütün sferada olan şəxslərlə ayrı-ayrılıqda görüşlər keçirilir. Orada məktəb direktorundan tutmuş xadiməsinə kimi, orada digər hətta sinifdə oxuyan uşaqlara kimi buna hazır olmalıdır məktəbdə ki, artıq biz məktəbimiz olaraq inklüziv təhsil məktəbik və çünki belə deyək də evdə təhsil ümumiyyətlə dayandırılmalıdır, get-gedə dayandırılır, bu islahatlar gedir və hamısı uşaqların cəlb olunur təhsil ocaqlarına ki, bərabər təhsil alma hüququna. Çünki burada təkcə yenə deyirəm, akademik birlikdən söhbət getmir, burada bərabərlik, burada dostluq, paylaşma, ünsiyyət, burada hər bir xüsusiyyətdən yəni söhbət gedir. Yəni tək fokuslana bilmərik akademik bacarıqlara. Təşəkkür edirəm dinlədiyiniz üçün. Mənə də çox maraqlı orada faktlar oldu. Mən də çox böyük məmnuniyyətlə dinlədim. Biz təşəkkür edirik Tünzalə xanım ətraflı fikirləriniz üçün. Zəhmət olmasa aşağı əlaqə nömrəmi qeyd etmişəm. Mənimlə əlaqə saxlasanız sevinərəm. Sizinlə gələcək təlimlərdə əməkdaşlıq etmək bizim üçün xoş olar. Bir daha təşəkkür edirəm dəyərli fikirləriniz üçün. Aha, Xədicə xanım əl qaldırıb. Fikriniz varsa buyurun Xədicə xanım. Səhv etmirəmsə bayaq əl qaldırmışdınız. İndi enib, əgər sualınız olsa ünvanlaya bilərsiniz. Fikrim var əlavə etmək istədiyim. Mən burada belə bir şey fikirləşirəm ki, mən özüm iqtidai sinif müəllimi üzrə təhsil alıram. Sonuncu kurs tələbəsiyəm. Mən burada belə bir nüans var ki, düzdür. Yəni təkcə müəllimlərin üzərinə yük düşmür. Həm də yük deyil, yəni məsuliyyət təkcə müəllimlərin üzərində deyil, həm həmin məktəbin təhsil üzrə psixoloqun da, həm necə deyim, məktəb rəhbərliyində, həm də ki valideynlərə böyük bir məsuliyyət düşür. Burada təkcə inklüziv təhsilə cəlb olunan uşaqlardan söhbət getmir də. Yəni sinifdə olan bütün valideynlərlə, yəni məsələn tədris ili başlamamışdan əvvəl artıq məlumatlar gəlir ki, sinifdə hansı şagirdlər olacaq, hansı şagirdlərin xüsusiyyətləri nələrdir və valideynlərlə söhbət aparılmalıdır ki, həmin şagirdi valideyn məktəbə gətirdikdə belə, yəni münasibətlərdə öz uşaqlarına da ondan əvvəl evdə maarifləndirici söhbətlər aparsınlar, uşaqlarına izah etsinlər. Uşaqlar necə ki, biz məktəb başlamamışdan əvvəl deyirik uşaqlara ki, yəni bir-birinizin çantasına görə, geyiminə görə bir-birinizi yargılamayın, bir-birinizin ayrı-seçkili eləməyin. Eləcə də fiziki xüsusiyyətlərinə görə də uşaqlarımıza baş sala bilməliyik ki, yəni biz dünyaya gələndə və yaxud həyat ərzində başımıza nəsə gələ bilər və bizdə hansısa bir problemlər ola bilər. Və bunda istərsiniz çox vaxt görürük də, uşağın məktəbə gətirmə valideynlərə belə, digər valideynlərin baxışında falan, istərsiniz həmin valideynlər belə sonradan deyirlər ki, mən uşağımı inklüziv təhsilə cəlb eləməyəm, xüsusi məktəblərə aparım. Çünki uşağına olan ətrafdakı baxışlardan qorxurlar, ətrafdakı baxışlardan çəkinirlər. Yəni burada da düşünürəm ki, siniflərlə, valideynlərlə söhbət aparılmalıdır. Çünki valideyn komitələri, valideynlər özləri də bir-birlidir də hal-hazırda.
məşqdə uşaqları aparıb gətirəndə valideynlərlə danışırlar, edirlər. Yəni uşaqlar məncə maariflənməsində valideynlər böyük rol oynayır həm də. Təşəkkür edirik Xədicə xanım, xoş sözləriniz və aktivliyiniz üçün. Buyurun Xəyalə xanım, bu bütün fikirlərə əsaslanaraq sizin yekun fikirlərinizi almaq xoş olar. Çox üzrlü sanki üzrlərə biraz daha çox söz vermiş oldum. Onların belə yəni hər təlimdə aktivliyi görünmür. Ona görə mən müsbət formada təəccüblənirəm. Buyurun, sözü sizə verirəm. Öncəliklə üzvlərimizə təşəkkür edirəm. Maşallah mənə ehtiyac qalmadı. Hər kəs özü danışdı, aktivlikləri üçün, vaxt ayırdıqları üçün, bir-birini dinlədiyi üçün. Çox təşəkkür edirəm. Xüsusi təşəkkür edirəm Tüzayət xanıma. Sağ olsun, heç bir təlimi qaçırmır, gəlir, dinləyir və öz fikirlərini bildirir. İlkin olaraq demək istəyirəm ki, hər şey təməl olaraq maariflənməyə dayanır. Qəbullanmağa dayanır. Bəli, xoşagəlməz terminlərdən həqiqətən də istifadə ediblər. Aynur xanım çox doğru vurğuladı ki, professorlar, həqiqətən mənim öz yaşadığım təcrübəmdə belə var ki, bu bakalavr təhsilim zamanı professor adı olan bir müəllimin istifadə etməmədə olduğu kəlmələr və mənim hər zaman mübarizəmdir, hər zaman çalışmamdır bu kimi. İstər terminləri olsun, istər yanlış baxışları olsun, istər yanlış davranışları olsun. Sərt aqressiya ilə yox, xoş şəkildə onlara izah edərək, bu şəkildə yox, bu şəkildə olmalıdır deyərək daim düzəltməyə çalışmaq. Təəssüf ki, bunlar var, amma zamanla azalacaq. Çünki geçmiş dövrdən müqayisə etdikdə görürük ki, bugün də azalma var. Bugün də artıq biz cəmiyyətə inteqrasiya oluruq, olmağa çalışırıq. Bugün mənim bu kamera arxasında oturub sizlərə təlim keçə bilməyim belə bir inteqrasiya nümunəsidir. Çalışırıq. Zamanla daha yaxşı nəticələr alacağıq. Hər kəs bu yöndə çalışır. Təbii ki, hər kəs dediyim inklüziv təhsil işçiləri, biz inklüziv şəxslər. Düşünürəm ki, zamanla yaxşı nəticələr alacağıq. Bəli, pozitiv olmaq lazımdır. Əgər həyatda bir şey bizə verilirsə, bunun həmişə bir səbəbi vardır. Səbəbsiz heç nə yoxdur. Negativə köklənmək lazım deyil. Mən başa düşürəm, çox çətindir. Mübarizə aparmaq, bəzi el qınağımı deyək, baxışlarımı deyək, insanın həqiqətən də bir yerdə narahat edir. Deyərdim ki, mən abituriyent vaxtı daha öncə müəllim olmaq istəyirdim. Uşaq vaxtı ibtidai sinif müəllimi. Sonra fikrim dəyişdi, daha böyük siniflərdə dəstəyən müəllim. Amma özümü tam dərk etdikdən sonra, qəbul etdikdən sonra düşünürəm ki, yox, mən psixoloq olmalıyam və mən cəmiyyətin içində olmalıyam və mən mübarizə aparmalıyam ki, bu şəkildə yox, bu şəkildə olmalıdır. Hər kəsə çox təşəkkür edirəm. Mənim üçün də çox maraqlı oldu. Mən də bir çox şeylər öyrəndim həqiqətən. Vaxtınızı ayırdığınız, dinlədiyiniz üçün, fikir bildirdiyiniz üçün üzvlərimizə təşəkkür edirəm. İlham xanım, sizə təşəkkür edirəm təlimin təşkili, dəvətiniz üçün. Düşünürəm ki, maraqlı, interaktiv bir təlim oldu. İnşallah faydalı ola bilmişəmdir. İnşallah bir şeylər ötürə bilmişəmdir. Belə. Mən təşəkkür edirəm. Başda siz olmaqla bütün üzvlərimə. Bugünkü aktivlik həqiqətən də məni sevindirdi, yaxşı mənada. Çünki yay tətili olduğu üçün və yay tətili abo-havasından tam çıxa bilmədiyimiz üçün təlimlərdə bir pozitivlik müşahidə olunurdu. Amma bugün həqiqətən də mənim üçün daha bir həvəsləndirdi bu yolda deyə bilərəm. Dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Aşağıda chat bölməsində kimin sualı var idisə, zəhmət olmasa səsli versə, daha sevinərəm. Çünki mən burada hər iki tərəfdən qoşulmuşam. Və ona görə mesajları anında görə bilmirəm. Tam olaraq ekrana gəlir, oxuyuram və silinir. Kimin sualı varsa, istəmərəm ki, yarı yolda qalsın, yəni sualı tam cavablansın, daha yaxşı olar. Səsli formada bildirsəniz təşəkkür edərik. Yəni daha xoş olar bizim üçün. Aynurə xanım bildirmişdi ki, inklüziv təhsil müəllimdən sağlam bir deməli atmosferin yaradılmasını tələb edir. Səhv etmirəmsə bu formada bir cümlə qurmuşdu. Xüsusilə onun təlimdə olmağı məni ayrıca bir sevindirdi. Suallarınızı ünvanlayan moment ona qədər demək istəyirəm ki, AVO qrup haqqında
nə təlimlər haqqında, rəsmi sertifikat olsun, ümumi tədbirlər olsun, nə sözünüz olarsa yalnız da mənə yazın. Çünki bu akademiyada, bu şəxsi inkişaf platformasında məndən başqa heç kim yoxdur. Yalnız da bir nömrə var və bir şəxs var. Ona görə AVA qrup haqqında nə soruşsanız yalnız da mən sizə cavab verəcəm. O səbəbdən aşağıya əlaqə nömrəmi təkrar qeyd edirəm. Önümüzdəki həftə oktyabrın 5-i müəllimlər günündə xüsusi bir təlimimiz var. Orada hər birinizi görmək mənim üçün ayrıca xoş olar. Ona görə əlaqə nömrəmi qeyd edirəm. Kimlər AVA qrupda yoxdursa, mənə qeyd etsin, mən onu təlim qruplarına əlavə edim, həmçinin rəsmi sertifikat üçün. Məndən əlavə heç kim yoxdur. Ona görə xahiş edirəm, təkcə mənə yazın. Çünki hər kəsin özü üçün təlimləri fərqlidir, qaydaları fərqlidir. Biraz da çat bölməsini oxuyub təlimi yekunlaşdırmaq istəyirəm. Gördüyüm qədərlə təşəkkür edirəm əməyi olan hər kəsə. Biz təşəkkür edirik. İnklüziv layihənin tətbiq olunduğu məktəbdə işlədiyimdən bütün dediklərinizin canlı şahidi olduğum üçün sizləri və fikirlərinizi çox gözəl anlayıram. Hər birinizə uğurlar arzu edirəm. Təşəkkür edirəm Aysel xanım. Sertifikatda inklüzivlə bağlı olmayacaq. Sertifikatda inklüziv təhsil də qeyd edilə bilər. Tam o haqda mənim əlaqə nömrəmə yazsanız daha xoş olar. Burada o haqda danışmaq mənim üçün etik sayılmır sözünüzü. Çünki bizim əsas məqsədimiz maarifləndirmədir. Sertifikat isə sizin bu yolda əgər köməyə ehtiyacınız varsa, o formada sizə dəstək göstərmək üçündür. Təşəkkürlər, çox gözəl təlim oldu. Xəyali xanımın axıcı və səlis nitqini və səs tonunu çox bəyəndim deyir Nərmin müəllimə. Təşəkkür edirik. Nazlı xanım, Səbinə xanım, Şəfiqə xanım, Günay xanım, kaş şadı inklüziv təhsillə bağlılardır. Hər təlimdə bunu mənə qeyd edirsiniz. Söz verirəm ki, gələn dəfəki təlimimiz sırf inklüziv təhsillə bağlı olacaq. Bunu etmək mənə borc olsun. Belə, Xədicə xanım, Ləman xanım, hər birinizə təşəkkür edirəm. Rəylər çox olduğu üçün hamısını oxumağa nəfəsim yetmədi. Təşəkkür edirəm aktivliyiniz üçün. Artıq təlimimiz yavaş-yavaş yekunlaşır. Vaxtınızı, dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün, dinlədiyiniz üçün ayrıca təşəkkür edirəm. Xəyali xanımın aurası çox gözəldir. Təşəkkür edirik deyirlər. Biz təşəkkür edirik. Sevinç xanım, mən təşəkkür edirəm. Növbəti təlimdə də bu cür aktivliyinizi gözləyirəm. Gecəniz xeyrə qalsın. Sağ olun Fidan xanım. Xeyrə qarşı. Sağ olun.